Credo Baby, xoşbəxt anaların seçim. Bölümə xoş gəlmişik. Bəli, biz biraz əvvəl Xəyanət serialının, bax elə dediyim kimi 349-cu bölümünü izlədik. Yaxşı elədik. Amma çoxdan da bir xanımı izləyə bilmirik. Hətta mən dedim ki, birdən belə elədim. Almaz qalıb tək. Almazın o cür gözəl bacısı var idi axı. Hara getdi bu? Bu hardadır? Yəni, bir anladan olsun ki, Solmaz xanım hara getdi və sonradan əlbəttə bildik ki, serialdan ayrılmayıb. Sadəcə bilirdiniz ki, tibb işçisidir. O işi ilə bağlı bölgələrimizdən birinə, belə deyək də, elzam olundu. Orada çalışdı. Bu da çox önəmlidir. Amma o ailənin içində baş verən proseslər, Almazın xəstəliyi, aldığı müalicə, birinin tutulması, o birisinin şikəst olması, birinin qaçırılması, nələr bu proseslərdən bir xanım, bu gözəl xanım, mən həmişə deyirəm ki, kaş ki elə Flora xanım kimi insan həyatda rəfiqəsi olardı. Hər şeyi düzgün istiqamətləndirən gözəl xanım hara getdi? Hara gedəcək? Gəlib bizim verilişə, inciyib serialdan, dedi o seriala qayıtmaram da, ancaq Xəyanətdən sonra verilişinə gələrəm. Xoş gəlib bizim gözəl aktrisamız Flora xanım. Necəsiz əzizim? Xoş gördük, salamlayıram hər kəsi, tamaşaçıları. Yaxşıyam. Yaxşısınız, yaxşı gördüm sizi. Və biraz da çəki atmışsınız lap belə, miniatürlü qız olmuşsunuz. Bu ailənin problemlərindən az da olsa biraz kənardayım deyənə biraz... Qəşəng dedi, ailənin problemlərindən. Bizdə ailə problemlərinə daha yaxın olan bir insan var. Daha deyərdim ki, iki insan, biri hüquqşünasımız və biri də gözəl xanım psixologumuz. Onlar ailələri daha yaxşı bilirlər və hərəsinin özünə görə analiz etmək qabiliyyəti var. Bu da çox xoşdur. Tağı mənim, necəsiz? Xoş gördüm. Təşəkkür edirəm. Nə yaxşı bu dəfə Flora xanımı dəvət eləmişsiniz verilişə ki, bu dəfə verilişi sakit görsün. Keçən dəfə gəldi yadınızdadır. Müzilvaya zəlzələdən olmuşdu. Narahat ki, mən ara düşmüşəm. Bu nədir belə? Bunlar qədər burada bir-birini. Günay xanım o qədər belə klasik bir libasdadır. Qara və üzərində, bilmədim, çiçəkdir, çiyələkdir, nədir öyle? Bəli. Bugün sizdən əslində eyni rəngdə geyinmişik də Mətəldən. İkimiz də qara rəng seçmişik. O cür qara ailənin içidir, həyatı arı qara bizdən. Hamının köynəyi qaradır bugün. Bəli. Siz eyni geyinmişsiniz belə. Yox, hamı. Köynəyi qaradır. Hər özü bir dənə pencək versə, elə hamını düzəldik. Mən də gözəl aktrisamızı salamlayıram. Buyurun, çox gözəl aurası var. Yəni içəri girəndən adama o qədər pozitiv enerji bəxş eləyir ki, doğrudan ki, illərdir bir tanıyırsan. Çox mehriban bir yanaşma oldu münasibət. Mən tanımırdım, burada tanış oldum, çox xoş oldu. Deməli belə, Flora xanım gəldik, dedik ki, bugün biz Xəyanətdən sonra yox, biz bugün ümumiyyətlə üzü yaya daha doğrusu gedir. Evdə xanımların belə də balon banka bağlama prosesi başlayır. Mən elə belə dedim ki, ondan danışarıq. Flora xanım belədir. Danışaq. Ən sevdiyim işdir. Dedim, necə? Mən elə belə dedim, ha. Bəli, mən deyir, 3 gün tutalım çəkilişdəyəm. Ondan bir gün, belə deyir, vaxtım olanda o dəqiqə qaçıram mətbəxə, başlayıram nələrsə bağlamağa. Ay, Flora xanım, bu əvvəs hardadır sizdə belə? Yəqin ki, anamdan. Aha. Valla mənim anam da elə şeyləri, mətbəxi sevən xanım idi. Mənim əlimdən heç nə gəlmir. Elə şeylərlə mənim heç belə aram yoxdur. Niyə? Bax, o ana məni də dünyaya gətirib. Siz atanıza bənzəmisiniz də yəqin daha çox xaraktercə. İnsanlar fərddir. Yox, mənim həvəsim yoxdur elə şeylərə. Mənim üçün bir hobbi kimidir. Xoşlayıram. Mən onu zövq alaraq edirəm. Biri var, neysə məcburiyyətdən edirsən. Dünya dağlı məcburiyyətdən yemək belə bişirmirəm. Onda dadı olmur. Evdə hamı acından ölsə belə, evdə hamı acından ölsə belə, mən istəməsəm, mən o yeməyi pişirməyəcəm. Ne güzel xarakterdir. Mən sevərək eləməliyəm.
Onu da sevərək edirəm. Məcburam, ay Allah, bunu elə bir şey yox. İndi Tağı müəllim deyir ki, oy, nə yaxşı bizim Belə evdə belə xanımlar. situasiya yoxdur. Nə yaxşı belə şey. Burada bir dəyişikməzdə nə yaxşı şeydir. Yox, yəni ki, onu mən sevərəkdən. Yəni Bu həmişəmi belə olub? həmişə belə olub, beləyəm. Mən dözlənmərəm şəxsən. Bizim evdə Mən yəni deyərəm ki, üzrlü sayım bugün havamda deyiləm, mən heç nə eləməmişəm. Bunu da hamı artıq belə qəbul edir. Tağı müəllim, bax, belə xarakterli Belə xanımlar da var. xanımlarımız da var. Bugün biz havamızda deyilik. Amma bir şey Gəlin də üç var. xanımdan bacarmır. Amma bir şey var, məsələn xanım, Flora xanım onu deyir və təbii ki, doğru deyir, belə şey var ki, deyir. Və ola bilsin, ailəyə o qədər başqa bir gözəl qatqıları olur ki, o insanın heç xətrinə dəyməmək üçün ki, əcəb eləmirsən. Yəni bu şey də ola bilər. Yəni müəyyən Razılaşırsınız. mən razılaşmaram. Mən razılaşmaram. Deməyən də razılaşmaram. Ən azından bir səbəbi öyrənmək istəyirəm. Çünki adam bunu durduğu yerdə eləmir. O neçə gün davam edə bilər? Bir gün, 2 gün, 5 gün, 1 ay. Yox, bir gün Sadəcə bugün rahat və eləməyə bilərəm, sərbəst sabah bir həvəsindən insandır, 2-3 cür xarakter yemək olaraq pişirə bilərəm. sevirsə eləmir, yəni onun üçün məcbur Yəni, deyil. amma Tağı müəllim demişdi ki, qalmaqal olmayacaq, o saat başladınız qalmaqal. Yox, mən başlamadım. Məni təhrik edirsiniz. Heç nə təhlükə sual verdik Yox, sizə. bilirsiniz necədir? Orada nə olur, nə baş verir? Bax, nə baş verir? Həvəsim yoxdur. Yox, həvəsim yoxdur. Necə yəni insan Niyə hər şey həvəs olmalıdır? Bu Anlamadım. nə deməkdir? Biz də insanlıqda, qadın da insandır, onun da həvəsi Elə olmaya bir ki, bilər. evdəkilər mənə deyirlər ki, misal üçün də, nə? misal üçün də nəsə alıb gətirmək lazımdır ki, də biz çıxa bilmirik. Biz pişirək, hamımız yeyək. Mən həvəsim yoxdur. Bu inacından ölüm. Bəs həmin gün evi idarəsi yeməyin kimdə olur? Bilirsiniz necədir? Yəni başqadan pişirir də. Yox, başqa adam pişirir söhbəti pişirmə, deyil. həyat Yox, yoldaşına bilirsiniz münasibət necədir? bilmək istəyirəm. Elə bu əslinə qalanda bu güya kiçik bir mövzu kimi gəlir. Bu kiçik bir şey deyil. Deyil. Mən Günay xanıma dedim İnsanlar- ki, orada böyük bir nəsə Bir var. dəqiqə. Yox, burada hə, böyük hə. heç bir şey yoxdur, Mətənət xanım. İnsanlıqda mən 5 gün, həftənin 5 günü çox həvəslə hər bir şeyi eləyə bilərəm. 6-cı gün ürəyim istəmir. Təbii ki, mənə elə gəlir ki, Yaxşı mən eləyirsiniz. qarşımda olan insan da övladımdır, tutaq da qardaşımdır, hər kəs də doğma. Bəli. Anlayışla yaxınlaşmalıdırlar da. Bu adam bunu hər zaman eləyir, bir dəfə Bir həvəsi dəfə çatmır, eləməyəndə dünya nə olur dağılacaq. ki? Dedim, Bir dəfə də o qədər böyük bir şeylər qatqı verir ki o ailəyə və özünün sanki özünün bir icazəsi kimi, bir ərkönlüyü kimi də deyir ki, mən bunu eləməyə bilirəm də. Bir dəfə deyim, 2 dəfə ağrı yedirdim də. Gəlin sözüm. sizə sual verim. Hə. Ailədir, ümumiyyətlə, bir də görürsünüz pul olmur, bir də görürsünüz evdə heç nə olmur bişirməyə də. Siz gəlirsiniz, deyirsiniz ki, niyə yemək yoxdur? Nə heç nə yox idi, bişirmədim də. Neyəcəksiniz? Dava salacaqsınız Yox, evdə. niçin? Adam deyirəm, normal adamam da mən də. Ay, sağ ol. Bəs Və yaxud da xəstəlik ola bilər, xanım Yox, indi xəstə heç ola nə bilər. yoxdur da, heç nə bişirə bilmədim. Hə? Yox, heç nə yoxdur, ayrı şeydir. Dinimizdə də var. Əgər mən bunu alıb gətirmirəmsə, mənim ixtiyarım yox, həyat yoldaşından onu tələb edir. Yox, pulum da indi yoxdur da, yoxdur. Pul Dedim da də, yoxdur, heç nə yoxdur arvad özünü bişirməyə. yemək eləyəsi deyir ki, Sözsüz ki. tutardı getdi də. Ona Razılaşırsınız mı ondan? Yox, mən Bəzən razılaşdım kişilər olur, Nətər yanım? Az bir kartoşkanın zaten niyə qızartmadın? Bilirsiniz necədir? Mən- İndi bəyəm o kartoşkanı arvad qızartmalı deyil. Mən sevirəm kartoşka qızartması. Yox, Ay, hayır. gözəl bir tava yeyərdim. Bilirsiniz necədir? Bu hamısı ailədən irəli gəlir. Ailədən, bəli. Mən belə düşünürəm ki, bu ailədən 100% irəli gəlir. irəli, 100%. Bax biz mənim çox demokrat atam olub. Çox demokratik insan olub. Allah ona rəhmət eləsin. Biz atam özü də geoloq olub. Geoloq olub, komandirovkalara gedib, məzuniyyətlərə gedib, amma uşaqlıqdan xatırladığım bir şey var ki, anam başı ağrıyardı, atam deyirdi, gedərdi, keçərdi mətbəxə, qəşəng bir borş pişirərdi, ya Atanız. kartuşka, atam. Bəs Amma ananız bunu da- yad- ananız dominant idi ailədə. Niyə mən təsəvvür etdim yox, ki, yox, yox. tam mənim mətbəxə keçir borş pişirir. Yox, bir söz deyim, belə pis də çıxmasın. Atam, yəni atam da Respublikada tanınan bir geoloq idi. Yəni onun insan, bu ailədir. Bu ailədə xanımı Ailədir. xəstədir. Əslən Mən normal də razıyam. danışmadım. Yox, Mənim atam da elə. Yox, yemək bişirə bilməz. Yox, sözüm onda deyil. Yox, Yəni ki, yox, onda ana işi olub. xəstədir, bəli. Onun da işi olub. Hər xəstədir, halı yoxdur, İstisna ola bilər. hallar olub, Bax, bəli, bəli. İndi siz necədir? Yox, mən çox Bu heç bu dominantlıqla da bir əlaqəsi yox ki, Dominant. qadın da Bənzər dominant deyil. deyil. Dominant, ona görə mən sual verirəm. Sadəcə kişi özü güzəştləri eləyib. Bəs. Yox, güzəşt deyəndə ki, bu normal. Amma bir şey deyim. Məsələn, orta məktəbdə oxuyuram, atam durur, gedir mətbəxə, mən kitab oxuyuram, yəni Sənin üçün nəsə hazırlayır. Kitab oxuyuram, gedir deyir ki, çay süzəcəm, səni də süzüm.
Yəni Ay, biz mən belə adam da görmüşük elə olub. belə. Bizdə mən də elə bizdə görmüşəm. bəlkə elə görmüşəm, artıq o normaldır mən ki, onu dedim. insan Elə görüb adam. Mən də elə görmüşəm. Normal bir dəqiqə. şeydir də. Normal bir şey deyilmi bu Normal taxım da. əli? Yox, Əlbəttə ki, görmüşsünsə normal bir şeydir. normaldır. Görməyən üçün normal deyil o. Normal nə deyirlər? Siz görməmisiniz. Baxın psixologiya. Yəni bu sizin üçün normal deyil. Bəli, mən atamdan görməmişəmsə, Bəli, hər biz kəs belə öz görürük. ailəsində Baxın, gördüyünü Biz normal təbliğ nə edir deyirlər? də. Nəyə ki tez-tez Bəli, bəli. görülürsə, təkrarlanırsa ona normal deyilir də. O bizim üçün düzdür? adiləşir Məsələn, və onu biz o normal sizin üçün qəbul adidir, edirik. bizim üçün qeyri-adidir. Amma bizim üçün elə adi şey var, sizin üçün qeyri-adi ola bilər. Burada nə var ki? Amma çox üzr istəyirəm, bir sual verim. Onda belə çıxır ki, kimsə evdə mütəmadi görür ki, həyat yoldaşı qadını döyür və bu normaldır, bu bunu görür, bu da bunu təkrar edir. Bəli, Ola bəli. bilər. Təkrar eləyənlər Əgər var, bəli, yox, bəli. cavabı Yox. istəsəz mən verə bilərəm. Buyurun sizə Yox, təkrar verirlər. eləyənlər var. Deyirsiniz ki, görüb, onu bu görüb. çox önəmlidir bizi izləyənlər. Aha, Bilirəm ki, aha, aha. məsələn, keçən dəfə dedim, bilmirəm xatirinizdən çıxmayıb, elə siz də vacib verilişdə. İndi o dediyiniz ki var ha, o uşaq görür ki, valideyni atası döyür filan da, o belə eybəcərliklər edir. And olsun, o uşaq Ona arvadına betər çırpma eləyir. da vurmur. Yox. Nifrət edir elə şeyə. Tamam, eləsi də var ki, tam Nifrətlə tərsinə. böyüyür. Yox, Tam baxın tərsinə. deyirəm. Baxın, yox, biri var. Misal üçün mən böyüyürəm, görürəm ki, atam bir sözlə, misal üçün ata evdə hörmətlidir, hamı kral kimi baxır. Amma mən də belə kişi olmaq istəyirəm. Bildiniz nə demək istəyirəm? Heç kim arvad döyən, hər gün arvad döyən kişini özünə nisbət eləmir. Heç bir övlad, ağıllı övlad onu oxşatmaq istəmir özü ki, Əgər mənim anamı inkişaf döyür eləyə bu. bilirsə. Nə olar bir dəqiqədə günah xanım, üzr istəyirəm. Buyurun. Bu mənim anamı döyür. Kimin anasını döyəndə rahat Yox, sus, bildiniz, sus. mənim anamı döyür, bu yaxşı hərəkət deyil. Artıq uşaq elə böyüyür deyir ki, mən heç vaxt həyat yoldaşımı əl qaldırmayacağam. Baxın Flora xanım, bu da həqiqət. Amma yox, bir də var ki, ana sadəcə ataya gülə-gülə hörmət eləyir. Bildiniz nədir? Ata evin kralı. Amma mən belə kişi olmaq istəyirəm. Mən də gözümü açıb, əgər onu görmüşəmsə, mən elə kişi olmaq arzulayıram. Bu günə kimi mən həyat yoldaşıma çıxma da vurmamışam. Məsələ budur. Hələ bir dənə bir şey deyim sizə, Günay xanıma dedim. Bəlkə də biraz, nə bilim, düzgün olmaz, amma indi bir müqayisə üçün deyirəm də. Mən düşünürəm ki, o məndən 1 sm hələ hündürdür da boyda tutaq ki. Üstündən 2 il keçib evlənmişik, deyirəm ki, sən xəbərin var sən məndən, yox ola bilməz. Deyirəm ki, bax, güzgün qabağında yanmışıq, bu biraz deyirəm ki, mən deyirsən gözümdə o qədər ucalmışam, eləyirəm sən məndən hündürsən. Anladın, o elə bilirdi neçə illər ki, da biz evli olduğumuz müddət ki, mən bundan hündürəm. Onda hündürdavan geyinmir xanımınız. Geyinmir, yox. Yəni deməyim odur ki, Görün, onu da ondan məhrum etmişsiniz. qadın öz Hündürdavan kişisini, geyinməkdən. baxın, üzr istəyirəm, xanım öz kişisini ucaldanda valda özü də Gözündə, ucalır. bəli. And olsun Allaha. Normaldır. Biz öz xanımımızı əgər doğrudan da dəyər veririksə, bildiniz də elə xanım kimi yanaşırıqsa, elə ancaq bozbaş kişilər kimi yox, onda bəli, xanım da dəyərə minir, elə mən də dəyər oluram. Bu qarşılıqlı olur Mən da. anladım. Bəli, Yəni qarşılıqlı. Amma mən görməmişəm o yemək pişirməkləri, o mənada Flora deyirəm. xanım deyən, elə bildim Flora xanım öz atasını Allah rəhmət eləsin. Elə mənim də atam Allah dünyasında rəhmət dəyişib. eləsin. Eyni xarakter. Mən də görmüşəm ki, anam xəstə olub, atam nəsə yemək bişirib. Mən dərsdən gəlmişəm, görüblər ki, anam xəstəxanadadır, atam mənə qulluq eləyib. Yəni bütün bunları hamısını, hətta başıma lent də bağlayıb, çünki səhər heç kim yox idi mənim. Uşaq idim, Yeməyi birinci, deyə ikinci bilmərəm, sinifdə. Allah eləğə, xəstəlik zad olsa, görürsən uzanıb da adam yataqdadır da. Nə qədər insan vicdansız olmalı ki, dur mənə çay gətir. Özün süzüb, nəinki özünə, ona da çay verə bilərsən. Bəli, bu normaldır. Bilirsiniz, bu Mənə görə. ailədir. Bu Məncə ailə, veriliş bəli, gecədə bəli. Tağım əlimin düşüncələri Düşüncə- dəyişir. Yox, yox, Yox. Mən tələbə Normal bir vaxtından şeydir. beləyəm, həmin şeyləri düşünürəm. Düşünür necə də deyir. Məsələn, ailə dəyərlərindən danışırıqsa, burada xəyanət serialımızda həqiqətən elə ailə var ki, orada artıq dəyər nə deyir? İnsanın özü dəyərsizləşdirilib. Məsəl üçün götürək Cavahirgilin ailəsini. Gözəl deyirsən, Təsəvvür çox gözəl edin, deyirsən. Cavahirin qız deyir ki, mən Tural'la evlənəcəm, İlyas Aynur'u alacaq və Tural həbsdən azad olunacaq. O şərt altında ki, insanlar razılaşır. Siz təsəvvür edirsiniz bu nə deməkdir? Bir qızın bütün ailəni belə dolaması o sağalmayıb. o çünki normal davranış deyil. Mən elə insana əlbəttə ki, normal baxa bilmərəm. Bilirsiniz nə üçün Mətən xanım? O xəstə olanda o qədər onun sözlərinə fikir verilməyib, əhəmiyyət verilməyib. Fikir verin ancaq deyirdilər get otağına, get otağına. Nə? İndi artıq bir balaca özünə gəlib, belə bir öz söz haqqını qazanıb və öz istəklərini valideyn üzərində, anasının üzərində tələb eləyir ki, Anaya da mənim baxdır, istəklərimi normal elə, tələb bəli. görür, Bir dənə axı. baxaq. Düşüncəsi Yəni onun dərəcədə. düşüncəsi də Düşüncəsi baxımından ilə. o formadadır. Düz ya səhv. Mənim şərtim budur. Tural bizim yanımızda olsa mən rahat olaram. Bilərəm ki, heç nə eləmir. Tural onsuz da heç nə eləməyəcək. Uzadırsınız.
Kızım. Bak gördün. Mələk oturmuşdu burada. Onlar Turanla bir-birini sevirlər özləri çoxdan. Nişanlıdılar. Evlənmək istəyirlər. Biz də hamımız toya hazırlaşırıq. Heç olmasa sən bir kəlmə dedi anana. Almaz xanım. Anamın sözü mənim üçün qanundur. Ay qızım, sevgi olmayan yerdə heç vaxt xoşbəxtlik olmur. Sən bunu başa düşürsən? Sən nə fikirləşirsən? Onu mən bilmərəm. Anam nə deyirsə odur. Bilmərəm deyir, bilmərəm deyir. Saxlayın görüm. Nə düşmüsünüz qızın üstünə? Gəldiniz, şərtinizi dediniz, fikrinizi dediniz. İndi də mən deyirəm. Cəvar, gəl bu məsələyə Turalı qatmayaq, fikrindən daşın. Nəysə, mən sözümü dedim. Özünüz bilərsiniz. Dayan görüm, dayan. Nə deyənəm? Sözümü dedim də. Dəhşət. Deyirəm ki, adamın belə qudası olur. Yəni belə insanla nə danışasan, insan xərçəng yox, o insan başqa xəstə, insan başına hava gələr. Onun öz bildiyini yürüdür. Nail olana qədər. Parazitlər. Bilirsiniz, deyir ki, adamın deyir bir qanan düşməni olsun, qanmaz dostundansa. Qəşəng dediniz. Bəli. Qanan düşməni olsun bu cür Qanmaz dostundansa. Bəli. Yəni o tip insanlara ümumiyyətlə nəyisə sübut etmək mümkün deyil. Onlar elə operasiya. Heç rastınıza gəlib Flora xanıma belə insanla heç. Mən inanmıram. Flora xanım elə çantasını götürər, üzünü çevirər. Çünki o Yox, mən elə insanla o ümumiyyətlə ikinci bir sözü gətirməyə mənası yox. amma rastlaşmısınızmı belə insanla? Bundan betərləri. Bundan Hər betər birimiz hətta. bundan rastlaşırıq. betərlər. Hər birimiz rastlaşırıq. Bundan betərlərinə rastlaşmışam. Mənim seans Sadəcə zamanında çəkilmişəm. seans zamanında belə bir ana rastıma bax indi oxşadıram ki, filmi izlədikcə o xarakterlərini bənzətməyə çalışıram ki, qızı ilk dəfə özü məcburən vermişdi, yəni qızını. Yəni elə vəziyyətə qoymuşlar ki, qız ayaq yalın, yaxın olurdular, qaçmışdı atası evinə. Təsəvvür edin ki, indi onu psixoloqa gətirir. Amma eyni zamanda da qız hələ tam boşanmayıb, məhkəmədədir işi. Amma kənarda onun üçün həyat yoldaşı axtarır. Yəni istəmirəm də bu tələyə düşsün, nə olsun ki ailəsidir. Ailə onun üçün doğru bir yol seçməyibdi. Ondan sonra gətirmədi. Qəşəng bir mövzu. Bax, gəldi ortalığa. Biz düzdür, bu mövzu ətrafında ara sıra danışırıq. Deyir, mən onsuz da ölüb gedəcəm, bunu görürəm. Tez ölməmişə bir yer eləyib. Əziz analar, atalar, fərq etməz oğul, anası, atasız və ya da qız fərq etmir. Ən çox da qızlara bu daha çox müdaxilə olunur. 20 yaş olan kimi... 18 yaşı var idi qızın. İndi olsunlar 20, 21, 22 fərq etmir mənim üçün. Ata anaya deyir, istədiyi zat yoxdur. O da deyir ki, yoxudur. Tələssin, uzatmasın. Bu nə demək? Sanki qorxurlar evdə qız Bu övladı nə demək? böyüsün. Köhnə fikir adam kimi biləm qəbul eləmisiniz, amma mən evdə başqa sual verirəm. Nə deyirsiniz? Deyirəm, görürsən, indi nə vaxtsa bu həyatın qanununda... Sözsüz ki. Mən onsuz necə qalacam? Onu kəşf bütün valideynlər elə düşsün. Yox, ataların daxilində o hiss bir Amma belə atalar var ki, var. Tələssin nə deməkdir? Bu nə deməkdir? O deməkdir ki, açıqdır, getdisə, dur mən deyəmərəm ki, ay Yezinə, üzrüstəm, gətir burada, dəqiqdə bir, deyəmərəm. Çünki o Yezinə də bir özünə görə kişi olmalıdır da hər hal. Yəni, mən darxaram, bildirsə, mən o, necə deyirlər ki, bunun başında, yəni, belə çıxır ki, bu adam deyil də, bu əşyadır burada, artıqdır. Bunu tez izah olmaq lazımdır. Övladı, ya qızı, ya oğlanı elə yetişdirməlisən ki, bu ailə qurdu, qurmadı, həyatda öz yolunu gedə bilsin. Onu elə yetişdirmirlər, mütləq bu qızı kiməsə verim, onu saxlasın, əşya kimi. Əşya kimi, bəli. Amma onu elə yetişdirmək lazımdır ki, onun ailəsi oldu, olmadı, o ayaqları üzərində dayana bilsin də, yəni. Baxdığımız serialda, yəni fərdi olaraq, yəni 3-4 ailə var, onlardan danışacaq birazdan. Nə demək istəyirəm? Hətta boşananda belə evladınızın atasını
onun gözündə Bəli, alçatmayın. çox Onu da vacibdir. dəyərli Vətən tutun xanım, ki, çox sabah vacibdir. mən bilmirəm, bəlkə mənim başıma nəsə iş gələcək. Onlar Bəli. axı münasibətdir. Söyləyin. Başımıza iş Bizdə gəlməsə alınmadı. belə, Mətən xanım, Alınmadı, başımıza nəsə iş deyim. gəlməsə belə, Ona biz o hörmət uşağımıza etsin. travma yaşadırıq. O Əlbəttə. dəyərli bir fiqurdur onun üçün. Biz ayrıla bilərik, biz yadıq, amma o atanın qanundandır. Ailələr Ay, sağ ol. görmüşəm ki, məsəl üçün uşaqdır da artıq anlayır özünü, anasına sual verir ki, niyə atamla ayrı yaşayırsan? Sən atam budur. Bəli. Uşaqda artıq nifrət ki, mənim atam budur. Kişiyə nifrət yaranır, Bəli, gələcək deyirlər ki, münasibətləri belə qura bilmir. alındı, amma sənə aidiyyatı yoxdur, sən böyüyəcəksən. Bu cür anlatmaq lazımdır ki, Bəli, atan onlar, səni çox sevir. Çox Bu, sevir. ata da Bu onu sevgini, göstərməlidir. Elə bilirik ki, elə alimenti verdiksə, bununla bizim bütün işimiz həll olundu. Amma Bu da indi tək deyil. xanımların da üzərinə yıxmayaq da bunu. Bəzən elə egoist kişilər olur ki, bəli. Alimenti verir, hələ oradan da apellyasiya şikayət edir ki, görüm nətər eləyə Kəsə bilərəm. bilərəm Amma puldan başa düşmürlər ki, biraz. O da var. ən böyük instansiyalara qədər getsəz uşağın haqqıdır, onun haqqıdır, Amma- verdiyiniz də bir şey deyil. Düz deyirsiniz, amma bir şey deyim. Buyurun. Deyirsiniz ki, qadınların üzərinə çox getməyim. Mən biraz o barədə başqa Buyurun, cür buyurun. düşünürəm. Nəyə görə? Qadın, qız boşandısa, artıq bütün ailə boşandı o kürəkəndən, bütün nəsil boşandı və hər kəs düşmən mövqeyindədir. bəli. Yox, düşmən bizdə Sağlam boşanma yoxdur, bu bacarmırıq. hardasa bir 80% insanlar belədir. Artıq o heç kəs o uşağın nə Paslaşırsınız psixologiyasını düşünür, heç o uşağın düşünən yox, eləyən yox, mənim qızımla ayrılıbsa bu düşmədə insanlar dost olaraq ayrıla bilmir ki, sənin uşağın bir normal həyat yaşasın. Uşaq da buna Sənin reaksiya nəvən bir verir, normal ha. həyat yaşasın. Gəlin belə şey Nənələr, götürək də, babalar. mənim böyük oğlumdan, məsəl üçün, atası ilə biz, bəli, ayrıldıq. İnanmazsınız ki, biz məhkəməyə gedəndə hakim Rauf Əliyev, artıq yaşdaşıb çox, Yasamal o vaxt rayonda, o ərazidə olan, deməli, Ədliyyə Nazirliyi nəzdində olan idi, indi daha hər şey dəyişib. Rauf Əliyev hakim çox mükəmməl bir hakim idi. Belə elədi, boşanan cütlük kimdir deyib biz. Dəqiq. Çünki o qədər mehriban danışırıq, o qədər mehriban. Və biz ayrıldıq. Baxın, mən indi ilk dəfədir bunu açıqlamıyorum. Biz ayrıldıq, bəli. Amma görün üstündən neçə il keçib artıq. Ad günü təbrik eləmirsiniz. Ad gün təbriki. Uşaqların ailəsi var. Mən böyük oğlum atasının yanına gedəndə deyirəm, dayan uşaqların yanına əli boş getmə. Qoy görüm nə tapıram, neynirəm. Bu ünsiyyət olmalıdır. Bu adamlıqdır. Bu sizin inkişafınızdır. Lək şəkildə olmalıdır. Ürəyinizin gözəlliyidir bir Mən soruşuram tərəfdən. ki, atan necədir, nənən necədir, uşaqlar necədir? Və bəzən elə olur ki, hansısa bir uşaqda problem olur, tez mənə zəng edirlər ki, bəlkə hansısa həkim düzürük, qoşuruq. Biz belə bir-birimizə kömək edirik. Normal Allah ailədir. nə, avtomatı qıraq çataq bir-birimizə. Axı, belə düzgün deyil. İntiqam alırlar. Atadan uşaq vasitəsilə intiqam alırlar. Oqtayın səhhətində işdə problem yarananda birinci yetişən kim oldu onun atası? Mən Sumqayıtdan xəstəxanaya gəlincə artıq gördüm bibilər, ata hamısı oradaydı. Can yana bilər ki, aydın Yəni, Atanın. biz pis olsaq, heç deyərək nəyəmə lazımdır, özləri bilər. Qarşılıqlı olmalı. Reklam da yaxşıdır, deyəsən. O da pis deyir ki. Reklam vaxtıdır. Hə, o da yaxşıdırsa, o da olsun. Hə, olsun, yaxşı olsun. Qayıtdıq reklamdan. Bugün gözəl bir aktrisamız, gözəl xanım, gözəl anam, gözəl dost. Adam istəyər ki, elə Flora xanımdan uzaq bir yol getsin. Çox başqa bir tərzdə xanımdır. Onun belə sakit oturmağına baxmayın. Bilirsiniz necə gözəl, onun xarakteri, zadəganlığı, aurası. Biz sizi sevirik, çox sevirik sizi. Və gəldik sevilən serialda baş verən hadisələrə. Bəli, bütün ailə razılaşır ki, belə deyək də, filankəs, sən evlənəcək Lalə də Tural'la, bir sözlə məhkəmə və Tural azadlığa çıxır. O hissəyə izləyə, Tağım əlimdə var burada. Ay, görün necə özündən razı. Mən də var. Bəli. Həsənli Tural Yaşaroğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 4 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə həmin cəza şərti tətbiq edilsin. 2 il sınaq müddəti müəyyən edilsin. Məhkəmə iclasının zalından dərhal həbsdən azad edilsin.
müəllimin vəkil ilə keçən bir proses. Hansı prosesdə uduzmusunuz? Valla mən sizə bir şey deyim. Bir dəfə bu verilişdə müzakirə olundu. Kim sizə desə ki, mən bütün işləri uduram, bilin ki, ya yalancıdır, ya da ümumiyyətlə onun işdən xəbəri yoxdur. Biz nə demək istəyir? Ya bu dəqiqdə, bütün dünyada bu götürülən normal bir şeydir, bəli. Çünki iki, belə deyək də, vuruşanın biri uduzmalıdır da, bu bilmənalı şəkildə. Hə, amma misal üçün, mən sizə deyim, hansı işlər uduzulur? Hansı? Birinci odur. Misal üçün, vətəndaş gəlir sənə, deyir ki, mən haqlıyam filan, bu da mənim. İndi yüngül bir-iki dənə sübut gətirir. Gəlirsən orada görsən ki, o biri tərəf 10 dənə yox, 20 dənə sübut gətirir. Sübut gətirib, bəli. Həqiqətən də o haqlıdır. Yəni, burada artıq... Orada siz də razılaşırsınız. Əlbəttə, adam... Və özünüzün, belə deyədim... Deyirsən ki, qardaş, bunun perspektivi yoxdur. Artıq burada sən bunu mənə deməmişdin. Bunlar niyə çıxdı bəs üzə? Əvvəldən deyərdin, biz də sənə deyərdik ki, bunun nəticəsində. Bu bir versiya olur. İkinci hal o ola bilər ki, iş uduzulsun. Birinci dediyim kimi, sübutlar yox, filan peşman, müəyyən məsələlər. İkinci hal olur ki, o artıq negativdir, yəni onu biz görə bilmirik. Yəni, səbəb. Bir də görsən ki, o qatığı ağ qoyursan stolun üstünə, oradan elan edirlər ki, yox, bu qaradır. O halda götürüb apellyasiya şikayəti verirsən, ali məhkəməyə şikayət. Yəni, yuxarı instansiyalara biz onun üçündür ki, bir məhkəmənin qərarına əgər belə deyək də, qəbul etmirsənsə, təbii ki, başqa ondan yuxarı instansiya şikayət verirsən. Belə. Ona görə burada mən səslənirəm, vətəndaşlarımız bəzən görürsünüz ki, indi hüquqi savadsızlıqdan ola bilər o. Kimsə ona deyir ki, mən bütün işləri uduram filan. O dəqiqə şübhələnsən ki, bu yalancıdır, elə şey olur bəyəm. Dünyanın ən güclü vəkili bunu eləyə bilmir. Mümkün deyil. Ya gərək sən ancaq əlinlə qoymuş kimi bildiyin o işlər var da, onda gələ işləməyəsən, ayda bir dənə iş götürəsən, əlinlə qoymuşsan da bilsən ki, bu burada budur. Bütün peşələrdə belədir əslində. Bütün peşələr, bəli, həkimin də əlində mən sizə ən gözəl həkimlərdən danışaram, adını çəkmək istəmirəm, çünki etik olmaz. Biri deyir ki, mənim gözümü kör eləyib. Deyirəm, ay bala, bax, bu adam hər gün 10 dənə əməliyyat edir, 20 dənə əməliyyat edir. Bunun 19-u uğurlanır, adam savadlı həkimdir. Amma birində nəsə, o deməkdir, o həkim mən sizə razıyam. O şeylərdə mən də mübahisə edirəm ki, filan kəs belədə deyirəm, xeyr, mən özüm neçəsini aparmışam ailə üzvlərimdən. Yəni, bu nəticəsi yaxşıdırsa, siz demişkən, heç bir şeydə, tibbdə belə zəmanət deyilən bir şey yoxdur. Nə olar, bir dənə şey deyim, misal üçün, psixologiyada belə bir şey var. Misal, bir adam, deyək ki, qələmi uğurladı. Ömür boyu uğurluq eləməyib. Prosta bir dənə bundan xoşu gəlib uğurladı. Biz ona deməliyik ki, sən qələmi uğurladın. Deməli deyirik, sən uğurlusan. Uğurçusan, yəni, etiketi vurmaq olmaz şəxsiyyət. İndi həkimin əlindən bir dənə, misal üçün də, o həmin uğursuz əməliyyat çıxa bilər. Müxtəlif səbəblərdən, sırf onun özünə aid deyil. O deməkdir ki, o pis həkimdir, olmaz. O əməliyyat pis alındı. Bunu belə deməliyik. Tam razıyam. Belə, burada maraqlı hadisələr sabahki bölümdən, 350-ci bölümdən başlayacaq. Yəni, kənardan izlədik ki, valideynlər sevindilər, ən çox sevinən o qız oldu, Lalə. Gülürdü belə, arzusuna çatdı. Yəqin ki, Turalın bu məsələdən xəbəri yoxdur hələ ki, Lalə ilə olan. Elə görünürdü. Çünki qəti işləyərdi ki, mən razı deyiləm cəzamı çəkməyə. İndi nə baş verəcək, sabahki bölümdə biz biləcəyik. Mən çox üzrəm, bir də sizə bir dənə şey deyəcəm, nə olar? Bayaqki sualla bağlı, bu ürəyimdə qalmasında. Çünki onu hər dəfə soruşan deyilsiniz, ümumiyyətlə. Misal üçün, mən ki, çıxmışam məhkəməyə, indi hakimlərlə danışıram, edirəm, indi müəyyən o prosesdir də. Kim ki, mənim yanımda olmur, ya öz qohumlarımdan olsun, ya görsən jurnalistlərdən, hamı gəldi ki, o nəyi deyilər? Deyirəm ki, nətər? Mən deyirsə, elə bir kinoya baxırdım, Hollywood filmlərində o vəkillər çıxış eləmir, misal üçün falan. Sən neynədin o, nətər edin? Mədəni formada az qala oradakıları döyürdün, mədəni də. Mədəni, bəli, o çox vacib bir şeydir, bəli. Sözü deyəndə birisi də bədən dili gəlir, onu təsdiq eləsin axı, səs tonundan tutmuş bədən dildə. O kurslara getsinlər, bədən dillərinin inkişaf etdirsinlər ki, danışanda necə, o, onların işində çox effekt verir. Təşəkkür edirəm, Tağı müəllim. Yeni mövsüm bilirik ki, Xəyanət serialının növbəti serialları çəkiləcək. Çünki keçən dəfə Cövdət qonağımız olanda, senaristimiz Qəray burada olanda açıqlama verdi ki, bəli, növbəti mövsümdə də davam edəcək serialımız və əlbəttə ki, Solmaz obrazında Flora xanımı biz yenə görəcəyik. Darıxdınızmı rolunuz üçün? Yoxsa bizdən eşitdiniz? Bilmirəm. Bilmirsiniz? Yox, xəbərim yox.
qayıdacaq. Mən xəbərçilik elədim, eləmi? Siz xoş xəbər Ben verdiniz. getmişəm də Xoş xəbər. Qarabağdayam, qoyun orada biraz işləyim. Amma qayıtsaz daha yaxşı olar. Çünki sizin Yeri görsəniz. yeri Məsləhətlərinə, məsləhətlərinə, bəli, bəli. Günay xanım demişkən, məsləhətlərinə həqiqətən də ehtiyacı var. Çünki bacınız orada tək qalıb. Onu hamı... Ona ürəyim ağrıdı. Hə. Sözün açığı da oradan ona ürəyim ağrıdı. Heç mən aktrisa kimi yox, belə bir insan kimi verəcək oradan baxanda ki, Almazın orada tək qalmağına. Tək qalıb. Hə, Ümumiyyətlə həqiqətən. filmdə biraz o hər şeyi sakitləşdirən, biraz məsləhət verən, Çox, belə çox bir insana artıq ehtiyac var. Bilirsiniz, çəkiliş müddətində artıq bir ailə olursan. Sənin bütün həyat tərzin dəyişir. Bütün hər şey dəyişir sənin üçün. Bir də ki, bu gündəlik serial çox çətin bir şeydir. Düzdür, düzdür. Ailədən çox orada yəni olurlar. bu bütün kollektivin ən başda da senarist Gərayın, sonra prodüser Cövdətin üzərinə çox böyük yük düşür. Həqiqətən Allah hər ikisindən razı olsun. Cövdət də böyük bir iş görüb, bunu qeyd eləməmişim, amma buradan deyim mən. Yəni bu qədər insanları bir araya toplamaq, bu qədər insanları iş sahibi eləmək idi. Bunu hamımız bilirik. Biz bunları danışmırıq. Məsələn, başqa yerlərdə, xariclərdə bunu çox rahat danışırlar. Ki, yəni bu iş verdi, nə elədi? Yəni böyük bir iş görüblər. Böyük bir iş görüblər. Tərəfdə, amma bunda danışanda haqq verirsən. Yox, çünki insan, bilirsiniz necədir? Ola bilər kimsə görsən, ay filan şey bir oldu. Deyirəm, bir düşünün, bu insan nə qədər insanları iş başına gətirib. Bəli, bəli, Gör, çox nə qədər vacibdir. aktyorlar iş başındadılar, işlədilər. Ya buna görə həqiqətən özüm o yeni sezondan qayıtmadım, dəxli yoxdur. Bizim o bir aktyor yoldaşlarımız işlədilər. Yəni məşğuldular. Bu böyük bir müsbət tərəfidir və gündəlik serialda idarə eləmək çox çətin bir şeydir. Bu dedim əvvəlcə Gərayın, Cövdətin və sonra da bütün yaradıcı kollektivin üzərinə düşür. Təbii ki, darıxmışam. Darıxmışıq, bəli. Bir də bir şey, Flora xanım çox qəşəng bir məqama toxundu. Söhbət təkcə maddiyatdan getmir. Aktyor, aktrisa, ümumiyyətlə işdə olanda, rolda olanda, nədəsə yaradıcılığın içində olanda insan inkişaf etməkdən başqa, ümumiyyətlə insan bir başqa dünyası var da bu aktyor, aktrisanın. Yəni rol oynamaq, rol almaq qocatmaz insanı. Əksinə yaşayırlar onun içində. Maddiyat da öz yanında, o da heç. Biz həmişə maddiyatı yüksək tuturuq. Niyə? Çünki bəli, pul lazımdır bizim yaşamağımız üçün, yeməyimiz üçün, geyimimiz üçün, problemlərimiz üçün. Hələ mən işıq pulunu, qaz pulunu demirəm. Kommunalı, interneti. İnternet demişkən 25 manat ödəyirəm, amma çox zəifdir. Bu da sabahki mövzumuzla bağlı davam etdirərik. Niyə də olmasın? Təşəkkür edirik sizə. Mən təşəkkür edirəm. Var olasınız. Çox sağ olun.